Salam əziz müəllimlər və şagirdlər. Artıq baxın Müsibət Fəxrəddinin ikinci hissəsinə, birinci hissəsində ikinci məclis, yəni üçüncü məclisə qədər paylaşmışdım. İndi isə davamını burada paylaşaq. Deyir ki, burada vaqe olur hadisələr Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır. Allahın bir bəlasıdır ki, düşmüşəm. Yemək yox, içmək yox. Bir dəqiqə bir yerdə fərağat oturmaq yox. Mal dövlət tarac oldu getdi. Özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın. Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra saadət adı çəkməyəcək. Olmur. Dəli divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, yorulub axır nəfəs geri qayıdıram. Əgər bir neçə müddət ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, bu xovlanacağam. Ne eləyim? Rüstəm bəy evin eləyib Qars qalası. Demək bir də biz Rüstəmin dilindən eşitmişdik ki, Fəxrəddin evin Qars qalasıdır. Burada da artıq eşitirik ki, belə deyim də, Cahangir bəy Rüstəm bəyin belə deyim də, evinin Qars qalası olduğunu qeyd edir. Eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclə aparasan, ya ki, özün vurub öldürəsən. Nə olardı, Xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri saadətli olaydı. Hay hay, nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim yerə az çox ümidim var idi. İndi o ümidlərim də kəsilib, qalmışam naçar bir əlac. Tamam elova mənim adımı Məcnun qoyubdular. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, saadətə təşşük etirməzdim. Mən hara, o hara. Saadətin məkanı asimanda gərək olaydı. Hürrə içrə, Allah. Burada özünü Məcnun belədim də, öz adının Məcnun olduğunu, yəni xalq məmarın Məcnun qoyubdu. Allah onu yaradıb, mənim kimi divanə üçün xəta və bəla. Ne eləyim? Bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola bilirəm. Vallah, elə bu saat itərəm. Amma bilirəm ki, məğdurimiz bugün gedib sabah geri qayıdacağam. Gənə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir. Gərək Fəxrəddin aralıqdan götürülər. Yoxsa ayaqyalın ya baş açıq tərələrdə, təpələrdə məcnunam ki, məcnun. Fərhad və Məhərrəm daxil olurlar, təəccüblə Cahangir bəyə baxırlar. Özünü burada məcnuna bənzədir. Cahangir, nədir? Fərhad, Cahangir, nədir? Yenə sir sifətindən qan yağır. Suya basılmış toyuğa oxşayırsan. Yəqin yenə o əhvalatdır sənə bu günə salan. Məhərrəm, məlum Fərhad, bəli gəl. Qaydaq Cahangir bu halda görməkdənsə, görməmək yaxşıdır. Sağ olmuş elə bir xəzinədarın borcunu bundan almaq istəyirlər. Cahangir bəy, əlbəttə elə deyəcəksiniz. Çotan nə bilir, qayış nə çəkir. Burada artıq Cahangirin belə dilindən atlar sözlər verilir. Fərhad, yenə başlayıb rəhmətli oğlu, buyur görək, təzədən nə var? Cahangir, məgər siz mənim dərdimi bilmirsiniz? Dəxi nə lazım soruşmaq? Məhərrəm, bu köhnə söhbətdir. Cahangir, təzədən nə var? Onu buyur görək. Cahangir, nə olacaq? Fəxrəddin bəy gəlibdir. Ümid yerim kəsilib. Vəssalam. Bundan artıq nə istəyirsən? Məhərrəm. Ümid yerim kəsilib, sonra nə olsun? Evdə oturtdular, vat kimi sıqqıldamaqdan ələ nə gələr? İnsan gərək dərdinə dərman axtarsın. Dərman tapa bilmədi. Səbr eləsin. Dözsün. Dözə bilməz, boğazına bir çatı salsın, zıqqıllamaqdan iş aşmaz. Necə ki, mən fikir eləmirəm, dərdimə dərman axtara bilmirəm. Gecə gündüz belə çevirirəm, nə qədər fikir eləyirəm, bir əlac tapmıram. Məgər indi mənim dərdimin əlacı Fəxrəddinin fot olmağı, yəni dərdimin əlacı insan qanıdır. İndi də deyirsiniz deyin. Yəni burada deyir, dərdimin əlacı Fəxrəddinin ölümüdür. Məhərrəm, mən bilsəm ki, sənin dərdinə insan qanı dərman ola bilər. Vallahi, mən elə bu saat Əzraili qəbul elərəm. Dərd olur ki, mən elə dərmana inanmıram. Fərhad, Cahangir, mən ölüm doğrusun deyil. Qızın sənə heç meyili var ya yox. Bunu Fərhad deyir, testlərə düşür. Onunla bu barədə danışmısanmı? Yoxsa elə uzaqdan uzağa məcnun olmusan, Cahangir?
Nə qədər məgər sifariş eləmişəm, cavabı həmişə birdir. Mümkün deyil, məndən inciməsin. Bir dəfə yolda görmüşəm, cavab verdi ki, zülmə razı olma. Hərgah o fikrə düşsəniz ki, güclə iş əmələ gələ, o da rahat nahaqdır. Çünki mümkün olan iş deyil. Yəni artıq qız belə deyil və burada razı deyil. Nitqim kəsildi. Artıq söz deyə bilmədim. Yola düşüb getdilər. Yerimdən bir saat tərpənə bilmədim. Dollarınca heyran-heyran baxdım. Gözlərimdən yaş biixtiyar insan kimi töküldü. Məhərrəm, mən sənin yerinə olsam Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm. Bax, burada Məhərrəm məsləhət verir ki, get Rüstəmlə özün danış. Və qandırıram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq istəyir. Onda bəlkə. Cahangir bəy. Heç bir fən qalıbdır ki, işlətməmiş olam. Nə molla, nə dərviş, nə seyid, nə cadu, nə bitik. Canımı, malımı tarmar eləmişəm. Rüstəm bəyin özünə qandırdım. O zalım oğlu gör mənə nə cavab verdi. Mənim qızım bir artıq oxumuş qızdır. Sənə yaramaz. Sən bir çölçü babasan. Sənə bir kasıb fəndi qız gərək. Hər kişinin qızını istəyirsən, gedin bu saat alım. Demək, Məhərrəm Cahangirə deyir ki, get Rüstəmin özü ilə danış və Cahangir də deyir ki, Rüstəmin özü ilə danışmışam, amma mənə cavabını verib ki, mənim qızım oxumuş qızdır və sənə yaramaz. Demək, Cahangir özü Rüstəmlə bu barədə danışıbdır. Fərhad, indi biz nə edək? Qız razı deyil, atası razı deyil. Evləri də qars-qalası. Bəs nə tövr olsun? Demək ki, burada da onların evlərini, Rüstəmgilin evini həm də qars-qalasına bənzərən kimdir? Fərhaddır. Bir də ki, Cahangir idi. Aman gündür, qardaşlar, əgər bacarsanız, müzaqə eləməyin. Məhərrəm, heç fikrə getmə. Sizdən savayı kömək yerim yoxdur. Məhərrəm, sən Cahangir, qəribə adamsan, vallaha. Mən necə fikrə etməyim ki, Rüstəm bəy evini eləyib bir əlçatmaz qala, yəni qas qalası demir, əlçatmaz qala. Fəxrəddin bəy həmçinin, əlavə, tutaq ki, elə biz qadir olduq Fəxrəddin bəyi öldürməyə. Sonra nə olsun? Cahangir, qardaşım, acını tutmasın. Axır sən elə yerdən tutmuşsan ki, mümkün olan şey deyil. Bunun hamısı Məhərrəm deyil. Saadət xanım deyəndə bir padşaha layiq qızdır. Sən mənim tayım deyil. Axır nə lazım olub bir bitməyən işin dalınca düşək. Cahangir, bayaq dedim, 2 dəfə işlədir. Bayaq demişdin də, Kotan nə bilir qarşı nə çəkir. Allah səni mənim gülməm salaydı, onda bilərdin mən nə haldayam, nə çəkirəm, neyləyim. Fərhad, rəhmətliyin oğlu, Məhərrəm elə söz danışır ki, gah Fəxrəddin bəyi öldürmək çətin işləyir. Vallahi onu elə bu gecə öldürürəm. O ki qaldı qıza, sən öləsən, çətini bir ələ keçməsidir. Nə qayıracaq, atlar düşər, axırda yumuşalar. Burada Məhərrəm. Fərhad, böyük danışma. Vallahi bu saat Fəxrəddin bəyin qapısında 2 gədə var ki, bizi diri-diri yeyərlər. Nə söyləyirsən? Qızı da, o sən deyən qızlardan deyil. Sən onu tanımırsan, ona yaxın getmək olar. Cahangir, ay uşaqlar, siz ki məni yaxşı tanıyırsınız. Mənim əlimdən nə gələr, nə gəlməz. Heç kim bilməsə də, siz ki görmüşsünüz, siz ki bilirsiniz, məgər mən özüm Fəxrəddini öldürməkdə aciz qalmışam. Əlim gəlmir, Saadətin əziyyətindən qorxuram. Yoxsa mənlə nə olub? Fərhad, Cahangir, bu olmadı qardaşım. Gah sən deyirsən, Fəxrəddini öldürmək gərək, gah deyirsən, mən onu necə öldürüm. Bu sözlər bir-birini tutmur. Bir də Doğrusu ki, mən başımı itirmişəm. Özüm də bilmirəm, nə danışıram. Yaxşısı budur ki, məni vurun, öldürün. Bir yol canım qurtarsın. Vallahi, doğru sözümdür. Qanım sizə halaldır, öldürün. Məhərrəm, bilirsiniz nə var? Belə danışıqdan bir iş aşmaz. Fəxrəddin bəyi öldürməkdən mətləb hasil ola bilməz. Hamısından yaxşı odur ki, qızın özünü bir tərəfə aparaq. Hər nə ola. Bunu Məhərrəm deyir ki, qızı qaçırmaq lazımdır. Fərhad, nahaq danışma, Məhərrəm. Nə qədər Fəxrəddin bəy sağdır, qızı aparsan da iş düzəlməyəcək. Onda biz gərək baş götürüb elə bir tək Rüstəm bəyin əlində bu vilayətdən qaçaq. Mən belə qanıram ki, hərgah Fəxrəddin bəy ortaqdan götürürsə, bəlkə onda iş rast yoluna düşər. Məhərrəm, bir iş də var, onu mülahizə eləmək. Rüstəm bəyin evində oğlu Mahmud bəyin arvadı, Fəxrəddin bəyin bacısıdır. Bu hissələr artıq dərslikdə yoxdur. Gülbahar xanım, gərək Mahmud bəyin qaynını öldürsək, Cahangir bəyin işi düzələr.
Ona Mahmud bəy, Rüstəm bəy dursun bir kənara. Görək razı olur. Canım, mən nə qədər fikirləyirəm. Bu iş axırını bir yana çıxarda bilmirəm doğrusu. Yəni burada deyir ki, Məhərrəm, həm də ki Mahmud bəydən də belə deyək də, həm də ehtiyat edirlər ki, Mahmud bəyin qaynıdır. Cahangir bəy, Məhərrəm, sənin axırın niyə belə bir etibar oldular gedər? Mən haman Cahangir deyiləmmi? Yoldaşlar, bax burada Cahangir özünün elədiyi işləri deyəcək. Cahangir deyiləmmi ki, yoldaşlar çəmən qaçdılar, mən geri qayıdıb sənin yaralı dalıma alıb güllə dolu kimi yağan vaxt at kimi qaçdım. Qoymadım öldürələr. Yəni burada demək Cahangir Məhərrəmi xilas edib. Bu dursun kənarda. Mən haman Cahangir deyiləmmi? Bir top bez atdım bardan, sənin dustaqxanada çəkdim, divar üstə. Sonra dalımda qaça bilmirdim. Son dalındaydım və qaça bilmirdim. Nə qədər mənzil apardım, Məhərrəm, qaranlıq meşədə zərraflıq edib, 3 gün 2 dəfə yaranı açıb bağlayan ana bacı kimi sənə pərəstar olan kim olub. Qoçaq yoldaşlarımız dağıldılar. Bircə tək mən axırda qaldım sənin yanında. Məhərrəm, məgər bu əhvalatlar yadından çıxıb? Demək, burada da Məhərrəm, daha doğrusu Cahangir Məhərrəmə hansısa bir belə döyüşdə ya atışmada xilas edib, ona kömək edib. Məhərrəm, qurtardın ki, el-oba sədası doğru olarmış. Cahangir, həqiqətən mən görürəm sən dəli olubsan. Məgər sənin işində mən baş qaçırdıram, eyibdir sənə. Cahangir, belə sözlər danışmaq, belə söz danışmaq sənə eyibdir. Mən canımdan, malımdan əl çəkərəm sənin yolundan ancaq. Bilirəm ki, iş əmələ gələ bilər. Naxıqdan atıb düşməkdən iş açmaz. Mən deyirəm iş görək, iş olsun. Axır qardaşım, vallah, billah, tallah, Fəxrəddin bəy öldürməkdən heç zad əl gəlməz. Və Məhərrəm sonradan da Fərhada imkan vermir ki, Cahangir bəyi, daha doğrusu Fəxrəddin bəyi öldürsün. Fərhad, uzun danışmaq lazım deyil. Durun ayağa, gedək izləyək daha doğrusu. 1-2 gündən sonra özümüzü vuraq əjdahaların içinə. Ya onlara verən Allah, ya bizə. Bunu Fərhad deyir. Nə ola, ya Fəxrəddini öldürməyə, ya qızı qaçırmağa. Vəssalam. Mənim məsləhətim belədir. İndi özünüz bilin. Məhərrəm, baş üstə, buyurun gedək. Cahangir bəy də, buyurun gedək. Artıq 3-cü mənzildə Cahangirdir, Fərhaddır, Məhərrəmdir. Bunların diyalogları keçir və burada da bəzi məsələlərin üstü açıldı, şahidi olduq. Gələcək 4-cü məclis. Vaqe olur qaranlıq gecədə. Hadisələr vaqe olur qaranlıq gecədə. Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, Fəxrəddin qardaşı. Əlində tüfəng. Şahmar bəy, yamanca qaranlıqdır. Göz gözü görmür. Hacı Murad, Xəlil, bunların nökərləri. Hacı Murad, Xəlil, bunları çağırır. Birisini diri tuta bilsəydik, bunu Şahmar deyir. Nə yaxşı olardı. Onda Rüstəm bəydən də bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyin qarışdırardım işə. Necə ki, o mənim əmlərimi işə saldı. Qulaqları zırıldaya getərdi. Bir yolluq canımız qurtarardı. Hacı Murad çağırır. Hacı Muradda beləliklə bunların nökərlərdir. Xəlil. Hacı Muradla Xəlil gəlirlər. Şahmar bəy, uşaqlar, nə var, nə yox? Xəlil, ağa, hələ ki bir şey yoxdur, amma yamanca qaranlıqdır. 2 qədəmdə adam seçmək olmur. Demək, artıq bunlar duyuq düşüblər ki, Rüstəmgil bunların evinə basqın edəcək. Hacı Murad, bircə elə hənirdən bilmək olar ki, yaxında adam var. Allah eləsin ki, bu gecə gəlsinlər. Şahmar, əgər birisini diri tuta bilsək, çox yaxşı olardı. Ancaq Allah xatirinə özünüzü gözləyin. Yoxsa birinizi vursalar, gerək biz papaq qoyub çölə çıxmayaq. Hacı Murad, Qurbanı öyrətmişəm, burada da qurban obrazı var. Öyrətmişəm ki, onlar yaxın gələndə naqafil ayı kimi baxırsın. Kimsən? Onda hərflər bir balaca özlərini itirəcəklər. O dəqiqə birini alıram üstünü, qoymaram gözünü açar. Boynunun ardını bir-iki döşərəm, tərpənə bilməz. O saat səriyərəm qollarını. Qurtardı, getdi. Şahmar, əgər bacarsan, çox yaxşı olar, yatmayın. Bəlkə gec gəlirlər. Özünüzü gözləyin. Necə ki düzmüşəm, elə qaydada dursunlar. Hərgah ot tayasını yandırmaq istəsələr, mane olmayın. Qoyun yandırsınlar. Xəlil, ağam, Hacı Rəsulun çəpəri tərəfdə adamımız yoxdur.
Səməd kişinin evi tərəfdə qorxuludur. Şahmar bəy, o tərəfdən cürət edib gələ bilməzlər. Ancaq Hacı Rəsulun səfərindən adam qoymaq gərək. Xəlil, gərək mən özüm orada durum. Hərgah o tərəfdən gələn olsa, çünki dalı çox bərkdir, tuta bilməyəcəyəm. Elə ataram, qalar o yerində. Şahmar, çox yaxşı, dəxə durmaq yeri deyil. Gedin, görək Allah nə istəyir. Sərhesab olun, özünüzü gözləyin. Mən Fəxrəddinə deyəndə ki, qardaş, sən xarabanın işini bilməzsən. Burada müsəlmanlar haqq-naxaq bir-birinin qanını içirlər. Mənə inanmırdı. İndi özü düşüb əl-ayağa. Bəs necə, oğlan? Elə bilirsən ki, biz buradan asanlıqla çörək yeyirik. Bizim yer Almaniyadır. Bundan sonra bilərsən ki, bu vilayətdə baş çıxarmaq böyük hünər istər. Fəxrəddin daxil olur, əlində tüfəng. Xaraba qalasan vilayət. Mən Fəxrəddin, tüfəng, nə eləyəsən? Qudurmuş itlərdən lazımdır ki, özünü mühafizə eləyəsən. Bir adam ki, heyvandan seçilməyə, onda əlbəttə qorxmaq gərək. Şahmar bəy, Fəxrəddin bəy, bizim vilayət ilə Almaniya necədir? Bir-birinə bənzəyirmi? Yalansa xaraba qalsın sizin vilayət. Hələ bir şey yoxdur ki, ay Şahmar. Şahmar, hələ ki xeyr, hərgah gələn olsa, kənarda bir gələ qoymuşam. İz kimi hürəcək, bizi xəbərdar eləyəcək. Qoşun keşiklə belə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. Belə də bəhşi nadan tayfa olar. Gecə-gündüz yuxusuz, hər bir saatda gözləyirik. Ha budur evimizi odlayacaqlar, gülləbaran edəcəklər. Şahmar, bəs biz nə edək? Tamam ömrümüz belə keçir. Darıxma Fəxrəddin, Allah kərimdir. Ancaq, qardaş, belə işlər sənin işin deyil. Sən get arxayın yat, Fəxrəddin. Əlbəttə gedib yatacam. Ancaq buraya gəlməkdə qəsdim səni görüb tapşırmaqdır ki, olmaya bir adam yaralana, hərgah bir adamla güllə dəysə, Şahmar, elə bil ki, o güllə mənim gözümə dəyib. Bax, Allah xatirinə qan tökməyin, səy eləyin, qaçsınlar, getsinlər. Sən get arxanı yat, qoymaram xəta ola. Elə gördülər ki, biz də sərhesabıq, özləri qaçarlar. Qorxma, qoymaram adam vurular. Fəxrəddin bəy, Allah amanında, mən gedirəm, ancaq mən ölüm. Şahmar, tapşır ki, vurmasınlar. Eşidirsənmi? Mən ölüm, deyirəm ha. Yəni, burada Fəxrəddin Şahmara tapşırır ki, onlardan heç, ümumiyyətlə belə deyim, qan tökülməsin, onlardan da heç kim ölməsin də. Şahmar, qorxma, qoymaram, arxayın ol, gecə yardan keçib, get yat, Fəxrəddin. Hərgah yatmaq mümkün olsa, yaxşı, xudahafiz. Fəxrəddin gedir. Şahmar bəy, xoş gəldin. Birdən elə dəli qudurmuş Rüstəm bəy özü gələr və ələ düşər. Nə qəribə iş olar. Hər nə desən çıxar o kişidən. 5 vaxt namazdan savayı. İş bilməmək belə olar ha. Yalvarır ki, qoyma adama zəfər yetişər. Bəli, biz onları vurmayaq, onlar bizi qırsınlar. Yaxşı məsləhətdir valla. Görək ki, Allaha pənah. Şahmar bəy gedəndən biraz sonra Fərhad və Məhərrəm daxil olurlar. Xoflu yavaşdan danışırlar bağçada. Əllərində tüfəng. Artıq Fərhadla Məhərrəm gəlibdilər. Keçəl, şeytanın ağlına gəlməyini iş sənin ağlına gəldi. Nərdivanı harada qoydun? Burada keçəl deyəndə, yəni Məhərrəm nəzərdə tutur. Məhərrəm, çəpərə söykəmişəm. Təpil, bax. Fəxrəddin bəy bu özüdür. Şamı yandırıb kitab oxuyur. Bədbəxt, əzəl girələyir. Mən ölüm. Hələ tələsmə. Qoy görək nə qaydacaq. Kitab oxuyur, şəkilə baxır. Yəqin Səadət xanımın şəkildir. Fəxrəddin. Tamaşa yeri deyil, qardaş. Tutarlar, sən öləsən, dəlimizi boğazımızdan çıxardarlar. Qurtar gedək, Məhərrəm. Bağ içində bizi kim görə bilər? Mən ölüm, biraz səbr elə. Afərin oğlan, pəh. Fərhad, belə dur görüm, qoy yatırdım gedək, sonra tərif edərsən. Məhərrəm, mən ölüm, səbr elə, gedə. Sən nə qorxaqsan? Belə bağ içində, belə qaranlıqda adam görmək olar, adam tutmaq olar. Fərhad, bu canım ölsün ki, ya sən dəli olubsan, ya bizi əzəl girəliyib. Bircə fikir gör, hardasan, məqam nə məqamdır? Məhərrəm, sən nə ağciyər adamsan, Fərhad, qoy bir tamaşa edək, görək Səadət xanımın ruhu rəvanı necə oğlandır. Maşallah, afərin, həqiqətən gözəl oğlandır. Fərhad, olmadı ki, bəsdir, zəng danışma. Sən Allah, qoy tamam eləyim, gedək. Məhərrəm. Burada Məhərrəm imkan vermir. Mənim əlim qurusun, belə cavana mənim əlim qalxsa. Heyf deyil, adam gələk onda Allahsız olsun. Fərhad, Məhərrəm, Allaha bax.
Bu yer naz qəmzə yeri deyil, Məhərrəm. Mən ata bilmərəm, əlim qurur. Əxsərəfullah, sən belə dur, gör mən onu necə yatırdıram. Məhərrəm, olmaz, qoymaram heç vaxt. Əllərimi kəssən, dişlərimlə tutub soymayacağam. Vəssalam. Fərhad, bəs nə üçün məni buraya gətirmisən? Yəqin ki, mənimlə düşmənçiliyin var. Uzun danışma. Fərhad, ağıllı danış. Sənə deyirəm, qoymaram, vəssalam. Bircə də görüm Cahangirə nə cavab verəcəksən? Məhərrəm, o sənin borcun deyil. Belə məlum olur ki, sən bizə yoldaş deyilsən. Bəlkə hələ Məhərrəm. Baş aparma Fərhad, adam kimi danış. Kənardan tüfəng atəşinin səsi gəlir, Fəxrəddin şamı söndürür, Məhərrəm və Fərhad qaçırlar. Xəlil, tərpənmə, boynunu sovuraram. Artıq burada Rüstəmgilin adamları gəlibdir. Şahmar, ay gedə, qoymayın, qabaqla, hara qaçırsan, qoymayın, ay gedə. Hacı Murad, tutun, ay gedə, qoymayın, getdi. Tüfəngi elə atmazlar, ad gəldi, Murad, tutmuşam. Ay gedə, tərpənmə, öldürdüm. Hara tərpənirsən, öldürürəm bu saat. Artıq olan adamlardan tutublar. Xəlil, o birisi necə oldu, ay gedə? At qalsın yerində, qoyma qaçdı. Şahmar bəy, qorxma, gəldim, buraxmayın, bağla qollarını. O birisi necə oldu, ay uşaqlar? O birisini apardılar, tez tüfəng atları və səs uzaqlaşır, qoymayın, apardılar. Və bununla da 4-cü pərdə məclis yekunlaşır.